Assalomu alaykum hammaga. Bizlar navbatdagi ko'mir otoplayni ishlarimizni bitirib yakunladik. Bizlar Qoraqalpog'iston Respublikasi Beruniy tumanidamiz. Navoiy ofisida Lolazor mahallasi, Charxpalak ko'chasi 20-uyda Jonibek og'ani uyini o'tirib berdik do'stlar. Bu uylarimizga ketgan hamma materiallarni o'zlarimiz bilan kelib, podgulchatib, yoqib, qizdirib, tekshirib topshirdik do'stlar. Uyimizda общий 7 yere batareya qo'yildi, 9 tochka bo'ldi. Uylarimiz 70% aboy bo'lgan joy. Iloji boricha hech narsa shikast yetkazmay, qo'ldan kelgancha akkuratni etib ishlashga harakat etdik. Bu uyimizda shuningdek dur 50.000 batareyalarimiz 580 degan standart degan batareyalarimizdan 110 shtuk ketdi. 32'lik turbamız 38 metr, 25'lik 30 metr, 20'lik 16 metr, 130'lık 5 metr. Katyolumuz 2 kitaplı katyolumuzdan koyuldu. Kağanı karbit, meyde, çüyde veclə dostlar. Uyumuzu 4 günün içinde bitirip yekünledik. Bu yine birinci batareyamız dalanımıza 2 yere koyup verdik. 22 ştuktan 2 yere koyuldu. Padaçlarımız 32'lik oldu. Kollarımıza ahmet beresler. 2 metre 1,5 santimetr uklum bərlədi. Baxımızam şuradan çıxarıb verdik. Səbəb cayın ortası, şipirlə ortası boladı. Baqa su salış onaylı boladı dostlar. Baxımızam katyolumuzdan 10 metr uzaqlıqda ilacı barınca səl uzaqraq qoyuş gerek. 7, 8, 10. Şunda katyol mavada qaynadığın vəziyyət boğan takdirdə baqa vurup taşamın issiqlıqını, suyunu atopleniyyə bərədi. Məsələn, şu azı 85-90 qradus oturtdu, lakin katyol qaynatıp durğanı yox. Şunun üçün bax uzaqraq durğanı maqul. Köp yerdə görəmiz, etibarimiz baxını katyolun üstünə qoyub qoyarlar. Kömür atopleniyədə o hata nərsə, nöçündəsə kömür deyən nərsə bir xil yanıb durmuydu. Callanadı pəsəyədi, öçük qaladı, dumcalı yanıb kitədə xulləs qaynaş ehtimalı kətdə boladı. Qaz atopleniyədə öndünməz, üstünə qoysa boladı. Qazını bir xil miyarında qoysazlar, qaynab daşamıydı. Şunun üçün qaz da boladı, kömür də uzaqraq qoyğan maqul. Bu yine birinci batareyamız. Birini pontaya düşürüp kompensatora ülə verdik. Üçündəsə bəyənimizə üləsək, İbra kaynağa halaq qacaq oldu. Devalardan zazoru açıq gidecek oldu. Şunun üçün pəstən özünə etdiyindəki ülə verdik. Bu birinci batareyamız, bu isə ikinci batareyamız. Baxımızda kuxnilə pəsraq edən, şunun üçün 2 atot bilen düşürüp çıkarıp verdik. Bu ikinci batareyamız dostlar. Bəyənimizə qoymadıq, bəq da uzunluğu üstər duradayken şunun üçün süyen məsikləri üçün bəq 2 yerə paraxota qoyub verdik. Bu nərsələ dostlar süyeniş üçün çıxmağan. Bu kuru iş öyle ilip duradı, heç yerə məhkəmlənmedi. Süyen sənizlə 3-4 rezvası boladı, şununla su akızışı mümkün. İkinci batareyamız, bəyənimiz spalnisi. Berimizden avoy boğan görüşleriniz mümkün. Koldan gelince hiç yere şikayet yetkizmedik. Peşlerimiz arkaları. Berimize 15 ştuk koyuldu. Hanamız 4,5'a 4,5. Padaçı da axırı bəyənimiz. Bu üçüncü batareyamız. Bəyənimizdə spalnisi 6'a 3,5 metr yer. Berimize 16 ştuk qoyub verdik. Katyolumuz şu devalın arkasında muşda durdu. Padaç aparatlarımız 32'lik oldu. Polni jitka boylaram akkurat netib işlendi dostlar. Aparatlarımız bandan gitti. Padaçını arış dalandan verdik. Nöçündəsə birdən peşlərimizin morlarını buzmaslık üçün. Bu 4-cü batareyamızdadır. Bəyənimizdə 5-ci batareyası. Bəyənimiz şurada toxtadı. Birimiz 20 ştuk koyuldu. Katyolumuzdan 15 metr uzaqlıqda. Mənim ucu qaraj, faqat yine inşaat devalı açıq. Çünkü 20 ştuk koyub verdik. 6'a 4 metr yer. 24 kvadrat. Uzaktan görünüşü
Şörümüzün bir batarya koyuldu, lakin ikislik uruldu. Bükünlerini büküp, rezvalan yonup, rossiyski latun kraniklerden koyup taxlap verdik dostlar. Bu 5-ci bataryamızdadır. Yanımızda kokniləri var. Koknisi, banisi. Berimizə 15 ştuk koyup verdik. Bəllarımız pəs boğalığı üçün düşürüb ötürdük. Banilərimiz bundan pəs ekən yenə düşürüşə məcbur olduq dostlar. Bəllarımız kompensator etib, ayaqda yenə xalaqt bərmiduq etib, ötürüb yüərdik. Berimizə 15 ştuk koyuldu. Bir yaxdan üləndi. İşkimiz açılsına, xalaqt bərməsində də yüneyi gəlsə üçün bir yaxdan üləb bərə verdik. Bunun kızışına, kızdırışına heç kandilin alakası yok. Esası ise ataplenede, bataryada hava kamasa boldu. Bataryalarımız Dura Elimin batarya 580 degen için döşkü ullu samotyok sistemağa maslaşkan bataryalarımız dostlar. 3 yerden 3 qovurğalı, 3 yerden üflitdə atılalı. Hər bir ştuku kitabında 1,5 kvadratda yazılğan bizə şunu 1,2, 1,3 kvadrata hesablab qoyamız. Dım uzaq axırlı toçkelə olsa 1 kvadrata hesablab qoya verəmizin ölçündəsə bizəni üylərimiz paxsadan salınadı, utuplitel bom idi, bələnd boladı, şulanı növbəti alıb kvadratını kəmraq hesablanıb qoyuladı. Əgər kitabiyyət qoyulsa bu bataryalarımız qızdırmıydı. Məsələn, iş önümüz 4'ə hesablasaq 16 kvadrat. Birimizə 14-15 ştuk koyuldu. Axırlı toçke boğallığı üçün ucu 1'ə hesablandı. Əgər kitabiyyət alıb qarasaq, ucu 10 batarya qoyuş gerək bir yerə. 10 batarya birini qızdırması görünüb durubdu. Çünki normasından səl-səl kətdiraq qoyuladı. Bu 6-cı bataryamızdadır. Yanımızda razdivalkası, banisi var. Bellərimizə padaçlarını döşüb, kafellərimiz döşülüşə həmətpərəslə turbanın özünün rəzmerində. Turbalarımız 25'lik, həmməsi 2,5 qalınlıqdağı stemkəli turbalardan ötdü dostlar. Məlumat üçün aytıb ötəmiz. Rossiyski turbalarım 2,5 qalınlıqda boladı. Bu bizən turbalarım 2,5 qalınlıqda, lakin Kazaklı turbası. Bu batarya özündə var ekən 10 ştuk, tenda qızadığı varantiyat qoyğan ekənlər. Şunu bizə ataplenigə üləb verdik dostlar. Görüşləriniz mümkün. Kafellərin döşülüşünü steyiklə arkalarından 2-3 cm açıb verdik. Özü batarya açılıb duruşu gerek. İlacı varınca 2-3 cm içindəsə arkasında hava aylanıb temperatura bir xil boluşunu təminlidir. Birində öz 10 ştuk var ekən şu 10 ştukun özünü qoyub bərə verdik. Bu bataryası biometal ekən dostlar. Yine yaxşı oldu. Şurada elimin bilən biometalının farkını, razisasını göstərib bu təmiz. Bu yine biometal 2 yerinə üflüydü. Görüşləriniz mümkün. Bunu rəzməyirəm 580 boladı. Biometal batarya heç yerdə bombidir deməkəmiz. Çünki ki bizə əsasən işimiz samotyok sistemağa maslaşqanlığı üçün ilacı varınca döşkünü ulduraq vəzlədən işlədəmiz. Yine biometalın döşkü şunun gibi boladı dostlar. Bir liniya boladı. Mənimcə 12'lik, 13'lük turub gedim boladı. Daha 15'lik əmmam idi. Görüşləriniz mümkün. Lakin ülənədiği yerləri ikisinikən bir boladı. 25'lik boladı eşörləri. İki bataryanın əsası farkı şunda, tavarında. Biometal, metal bilən dəmirlə aralaşması boladı. Yanımızı bataryanın əlumininin özü boladı. Farkları şunda. Görüşləriniz mümkün. Bunun döşkünü kətdə boladı ilə. Şunun üçün əsasən köpüncə 90% yerə yanaşıb bataryalardan işlədəmizdir. Lakin tələ baxaraq üynəgəsi qaysından desə qoyub bərə verəmiz. Bizə də asortiment köp 50 min somdan 120 min somadın bataryalarımız hər bir ştuku. Əsası ortaca xadavı yurtdurğan bataryalarımız imiş. Özü hər bataryanın dostlar işlətici sisteması var. Məsələn, samotyok sistemi olsa ilacı varınca arzanı qımmatı elimin batarya qoyğanlarınız maqul.
Əgər nasos sistemi olsa, panelli batareya zor işidir, zor qızdırады. Ona gələcək batareya yox. Bizə heç yerdə heç batareyanı olmaydı deməyəmiz. Sistemasına, ataplayla ötüş sistemasına qarab batareyanı təlləb qoya verəsilər. Çoyun batareya indi qaz bolsa qoysa boladı, lakin hazırki şəraitdə qazlarımızın limit boy getdi. Hazır bu şəraitdə çoyun batareya qoymağın maqulun üçündəcə səbəbi çoyun batareyanın 8 ştuku 12 litr su aladı. Biometalının 10 ştuku 7 litr su aladı. Bu alümin batareyalarının 10 ştuku 3 litr su aladı. Su ataplayın qılışında katta rol oynayır dostlar. İndi sizlərə katollarını göstərib danışdırıb ötəmiz. Bugünümüzə opşi həmməsi, katol, radiator, turbala, kol haqqısı, opşi betisi 26 milyon 900 min son pul oldu. Həmməsi. Görüşləriniz mümkün. Katolumuzu 2 kitaplı da baytıb ötdük. Onu 7-8 batareyaca qoya verəmiz abyoma qarab dostlar. Hər daim odun halasa nasos sistemi, halasa samotex sistemi işlətiş üçün kranik nasoslarını qoyub verdik. 32 kraniklərimizi Amerikan kələvindən ertəng bir gün mobada bızılğan taxtada almaşdırıb işləri üçün almaşladığım variant etib qoyub verdik. Feysal firmasının yaxşı nasoslarını əldən filtrləri bilan qoyub verdik. Morlarımızdan trayını gətirib açaladı. Görübürkən yurttaşlarımız bosa bilədi. Ponni tazalağanda heç qanın mamma olmaydı. Morlarımız 127'lik oldu, 5 metre oldu. Termostatlarımıza monlattık. Ventilatorlarımıza monlattık. Dostlar, Neuro firmasının termostatları. Graduslarımız 80 gradus gösterdi. Katolumuzu yanışı o da yak verdik. Azıraq Kazak kömürəm yak verdik. İlacı varınca Özbek kömürü yaxşı təvsiyə etəmiz. Kazak kömürünün içindəsə bu nərsə işlənədi, bu yanadı. Bizlərə əsasən coğub durub köprək vaxt yanadı, onun kömür gerək bu. Özbek kömür şunda yanadı, iyi dıxılış halətəm kəmraq boladı. Məsələn, Özbek kömür yaxsanızla 15 gündən tazalasanızla Kazak kömürü yaxılsa pastiyanlı həftədən 10 gündən tazalab duruş gerek. İslatib ötəmiz katyonun rasxodu, katyonun içini tazalığına bağlıq. Katyonumuz 2 kitaplı 250 kvadrata maslaşqan hazır bizamını 7 batareya ülədik. İçində 25-30 kilo kömür sığadı. Sutkesinə 30 kilodan 60 kiloça kömür rasxod ətədi. Pagoda qarab və katyonun içini tazalığına qarab. Həm dəsə Üyünü temperaturasını qoyuşuna qarab 18-20 gradus qoyulsa, ponni xuda qalsa şu kömürdən köp gitmedi. Əgər yox mu, yücəli qılışı gerekməsə 25 gradusla qoyamam desə, bu rasxodu üyünü egəsinə bağlıq boladı. Xullas, callığı yaxsa köprək gitədi, kəmraq yaxsa üyünü normalni qoysa temperaturasını kəmraq gitə verədi. Dostlar, bu katyonlu yaxıb bilişən bağlıq. Tandıra ot yaqqanda yaxarsa köp gitədi. Bunu havalarını ligrop gətib, ventilator daçışlarını özünü vaxtında işlətib toxtatışını biliş gerek. Xidmətlərimiz Qaraqalpaqstan Respublikasının 50 qala 4 göl tümənlərində xidmət göstərimiz. Xorazm vilayətinin Bərcə tümənlərində Xazara Spini Kərbəkinəcə baramız dostlar. İşimizə 1 il garantiya, şu 1 ilin içində kəmiz olsa görüb taxlap verəmiz. 3-4 gün rahatsası bilən bir önündə işlət durğan bolamız. Şu yümümüzü bitirgəndən barıb görüb verəmiz. Xuda xalaza bizən keyingi işimizdən Qaraqalpaqstan Respublikası 4 göl tüməni miskində oladı. Yandan 4-5 alıb qopumuz pat gülçədir. Bu yaxdan xuda xalasa bitki videolarından çıxaramız. Görüb güzət bararızla, like'larını basıb, kommentarlarını yazıb, kanalımız rivacı üçün abunə olub qoyunla dostlar. Videomuz mənfəətli olmasa, kömür ataplayını ötəş istəyində yürgənlərə yüyərib qoyasılar. Rəhmət həmməyə etibar üçün.